arzulanmayan yerlərdə aşırı tüklənməyə gətirib çıxara bilər. İkinci ən çox məşhur dərmanlardan biri finasteriddir, hansı ki videonun əvvəlində danışdım. 5 alfa reduktaza tip 2 fermentinin inhibitorudur, yəni bloklayır və testosteron dihidrotestosterona çevrilmir. Testosteron bilirik, hamı bilir nədir? Deməli kişi hormonudur. Dihidrotestosteron testosterondan 5 dəfə daha güclüdür. Testosteronun aktiv formasıdır deyək. Və bu daha çox niyə səbəb olur? Prostat vəzinin böyüməyinə səbəb olur. Bu hormon məsələn saç tökülməsinə gətirib çıxarda bilər. Onda androgen hormonlarıdır. Dihidrotestosteronu bloka eləmək saç tökülməsini avtomatik olaraq dayandırır. Və bunu bloka eləyəndə dihidrotestosteronu nə baş verir? Xəstədə saç tökülməsi dayanır, amma əvəzində nə olur? Yan təsirləri ortaya çıxır. Yan təsirlərindən bu günə qədər yəni bilinən çox məşhur yan təsirləri var idi. Hansı ki bu ginekomastiya, hansı ki o qadın döşünə bənzər kişi döşlərinin formalaşması və yaxud da seksual disfunksiyalar, hansı ki libidonun azalması, eyakulyasiyada olan problemlər. Libido əməli başda azalır və bunu hiss olunduğu dərəcədə və son vaxtlarda təsdiq olunan bir yan təsiri də odur ki, depressiyaya gətirib çıxardır və bu depressiyada eyni zamanda yəni ölüm hallarının, yəni özünü öldürmə riskini yüksəldir və bu təsiri bilmədən xəstəyə finasterid yazmaq və yaxud da kiməsə finasterid demək bu ayıbdır, ayıb. Həqiqətən ayıbdır. Hansı ki mən videonun önündə də danışdım ki, belə bir şey yəni qəbul edilməzdir. Ona görə bütün dərmanlar həkim tərəfindən yazılmalıdır. Kimsə görürsə bir dərmanın effekti var, bu mütləq deyil ki, hamıda eyni effekt olacaq. Hər kəsin orqanizmi müxtəlifdir, hər kəsin də saç tökülməsinin səbəbi fərqlidir. Burada